Martın 21'i Bakıda və Abşeronda hava əsasən yağmursuz olacaq, arabir tutulacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman ehtimalı var. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Milli Hidrometeorologiya Xidmətindən kanalımıza bildirilib ki, temperatur gecə 6-9, gündüz 12-17 dərəcə isti, atmosfer təzyiqi isə 758 mm civə sütunu olacaq. Sabah Naxçıvanda gün ərzində bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Temperatur 9-13 dərəcə isti gözlənilir. Azərbaycanın əksər rayonlarında yağıntı gözlənilmir, lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacaq. Xüsusən də şimal-qərb rayonlarında dağlıq ərazilərdə qar yağacaq, bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Temperatur gecə 6-10, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq. Novruz və Ramazan bayramlarınız mübarək, əziz xalqım.